Naxçıvan Dövlət Universitetində təhsil tələbə krediti ilə bağlı növbəti görüş təşkil olunub. Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev təhsil tələbə krediti fondunun fəaliyyətini və universitetlə əməkdaşlığını yüksək qiymətləndirib. Bildirib ki, təhsil sahəsinin inkişafı ölkəmizdə prioritet istiqamətlərdən biridir. Rektor vurğulayıb ki, təhsilin əlçatanlığının təmin olunması fondun tələbələr üçün yaratdığı xüsusi imkanlardır və universitetdə təşkil olunan təhsil tələbə krediti ilə bağlı məlumatlandırma və təşviq xarakterli görüşlərdə bu imkanlar diqqətə çatdırılır. Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov, Elm və Təhsil Nazirliyi aparatının baş məsləhətçisi Cabbar Hüseynli çıxış edərək fondun yaranma tarixi, məqsədi, tələbə krediti almaq üçün verilən tələblər haqqında geniş məlumat veriblər. Universitetin monitorinq və qiymətləndirmə sektorunun müdiri Elgün Tağıyev fond yarandığı gündən Naxçıvan Dövlət Universitetində təhsil tələbə kreditinə müraciət sayını diqqətə çatdırıb. Vurğulayıb ki, bu günə qədər Naxçıvan Dövlət Universitetindən təhsil tələbə kreditinə 1308 müraciət olub, 1091 müraciət rəsmiləşib. Rəsmiləşən müraciətlərin 272-si sosial, 819-u isə standart təhsil tələbə kreditinə aid olub. Təhsil Tələbə Krediti Fondu 2021-ci ildə Cənab Prezidentin fərmanı ilə yaradılmışdır. Fondun yaradılmasında başlıca məqsəd əsas missiya ondan ibarət idi ki, vətəndaşlarımızın, əsasən də həssas qrupdan olan vətəndaşlarımızın təhsilə çıxış imkanı təmin edilsin, onların təhsil almaqda bərabər imkanları yaradılsın və təhsil əhatə dairəsi genişləndirilsin. Artıq 4-cü tədris ilidir ki, kreditlərin verilməsini, artıq 8-ci semestrdir ki, kreditlərin verilməsini həyata keçirdirik və hər semestr, hər tədris ilində kreditə müraciət artan dinamika ilə davam edir. Bugün də Naxçıvan Dövlət Universitetində müvafiq olaraq maarifləndirmə işini, tədbirimizi keçirtdik. Elə Naxçıvan Muxtar Respublikasında bu təsadüf deyil ki, ən böyük təhsil müəssisəsidir və burada ən çox tələbə təhsil alır, eyni zamanda ən çox təhsil kreditindən istifadə edən tələbə Naxçıvan Dövlət Universitetindədir. Görüşün sonunda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib. Kifayət Mahmudova, Fəxriyə Səyyadova, Musa Süleymanov, Endu xəbər.